Bəli, uşaqlar. Deməli, hər birinizi salamlayıram. 13-cü bu gün sınağa baxırıq. Burada baxıram ki, variantda izahlar verilib, daha doğrusu cavablar verilib bizim onlayn, daha doğrusu bu PDF-də. Amma yenə də digər variantlara da baxacağam sizlə bərabər. Deməli, birinci başlayırıq birinci test tapşırığı 13-cü sınaqdan. Yazıb ki, 16-cı əsrin əvvəlləri Hindistan və Almaniya tarixinə oxşarlıq təşkil edir. Bir dəqiqə bunları qəbul edim. Bəli. Deməli, oxşarlıq deyir təşkil edir. Deməli uşaqlar, biz bilirik ki, Almaniya 19-cu əsrə qədər vahid dövlət olmayıbdı, dağınıq halda olub. Həmin vaxtda 16-cı əsrin əvvəllərində də Hindistanda Dehli sultanlığı var idi və hətta pərakəndəlik var idi, vahid dövlət yox idi deyə Babur Şah gəldi, işə qarışdı. Dehli sultanlığına son qoydu və yeni dövlət yaratdı. Ona görə cavabımız olur A variantı. Reformasiya hərəkətinin geniş vüsət alması bu Almaniyada ola bilər. Hindistana aid deyil. Ölkənin Əmir Teymurun dağıdıcı basqınları, hamı bilir ki, 16-cı əsrdə Əmir Teymur yaşamayıb. Deməli, ona görə səhvdir. Türk dövlətinin hücumuna məruz qalması, bu deməli Hindistan tarixinə aiddir, amma Almaniyaya aid deyil. Böyük coğrafi kəşflərdən sonra ticarət üstünlüyünə yiyələnmələri, o da səhvdir. Vahid dövlət yox idi deyə belə bir addım olmayıb. Deməli, ikinci test tapşırığına baxırıq. Birinci Dünya müharibəsi illərində Osmanlı qoşunlarının Cənubi Azərbaycandan çıxarılmasının səbəbi. Deməli, Rus qoşunlarının Şimali Qafqazdakı qələbələri səhvdir. Çünki Şimali Qafqazda müharibə olubsa, bunun tutaq ki, Cənubi Azərbaycandan çıxmasına Osmanlı nə dəxli? Sonra bu uşaqlar vaxtında qoşulmur ki, biz izahımızı aparaq. Sonra Göyçay döyüşündə Bakı deməli Xalq Komissarlar Sovetinin qoşunlarına məğlub olması, bilirsiniz ki, bu da Azərbaycan Xalq Cümhuriyyəti dövrünə düşür. Deməli, Göyçay döyüşü 1918-ci ilin iyun ayı. Bunun Cənubi Azərbaycana aidiyyəti yoxdur. Nuru Paşanın öz hərbi qərargahını Gəncədən çıxarması, bu da yanlış fikirdir. Cavab Sarıqamış döyüşüdür. 1914-də başlayıb, 15-də başa çatıb, Osmanlı qoşunları həmin döyüşdə məğlub oldu. Ümumiyyətlə bilin ki, Osmanlı dövləti 14-də Təbrizə daxil olub, 15-də çıxıb. Və 1915-də Təbrizə ruslar daxil olub, 17-də çıxıb ingilislər girib. Yəni ingilislər dünya müharibəsi illərində Cənubi Azərbaycana giriblər. Almaniya və Osmanlı dövləti arasındakı hərbi ittifaqın pozulması da ki, səhvdir. Dünya müharibəsi illərində belə bir şey olmayıb. Üçüncü testə baxırıq. Qarabağ, Qaradağ, Naxçıvan xanlıqları iştirakçı olmuşdur. Baxın, Gəlibçan döyüşü 1774-dür, Quba xanlığıdır, Dağıstan hakimləri iləndir. Ona görə səhvdir. Kürəkçay müqaviləsində Qaradağ yoxdur, Naxçıvan yoxdur, 1805-dədir, ona görə bu da səhvdir. Qızılqaya xəyanəti bəli 1752-ci il, düzdür. Orada Qarabağ, Qaradağ, Naxçıvan, İrəvan, Gəncə var. Şiraz qonaqlığı 1763-cü il, Urmiyaya qarşı. Orada da Qarabağ, Qaradağ, Naxçıvan, Sərab və Xoy xanlığı var. Cavab 3-4-dür, C variantı. Georges müqaviləsi 1802-dədir. O da bilirsiniz ki, deməli Quba, Lənkəran, Dağıstan hakimləri imzalamışdı Rusiya ilə. Sonra 3-cü suala baxırıq, 4-cü suala baxırıq. Deyir ki, 4-cü sual. Nadir Şah, 1-ci Pyotr, 2-ci Yekaterina üçlü bir Venn diaqramıdır. Baxın, kəndlilərin təhkimçilik asıllığının rəsmiləşdirilməsi heç birinə aid deyil. Baxın uşaqlar, bu var ha, bu 1649-cu il Məclis qanunnaməsindədir, Rusiyada, yəqin bilirsiniz. Pyotr 1682-də gəlib, 1725-ə qədər, ona görə düşmür onun dövrünə. Yekaterina da 1762-də gəlib, 1796-ya qədər, ona da aid deyil. Sonra, zadəganlar haqqında fərman verilməsi 2-ci Yekaterinadır. Özdə hakimiyyət dövrünə zadəganları imtiyazlı şəxslərə çevirmişdi, yəni 3-ə B variantı uyğundur. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması. Deməli uşaqlar, Osmanlı dövlətinə Pyotr 1711-də sülh imzalayıb. Prut sülhü, yəqin bilirsiniz. Nadir Şah da 43-cü ildə 1700 Osmanlılarla sülh imzalayıb. 2-ci Yekaterina da 1774 və 1791-də Osmanlı dövlətinə sülh imzalayıb. 4-ə C variantı aiddir. Rəiyyəti hərbi qulluğa çağıran Nadir Şahdır, 1-ə aiddir.
Sonra Baltik dənizə çıxmaq uğruna mübarizə aparanda Pyotrdur, İsveçlə mübarizə aparıb və qalib gəlib. Cavab olur Y variantı. 5-ci sual. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Osmanlı dövlətinin tənəzzülünün daxili səbəbləri soruşulur. Baxın, Avropadakı sürətli inkişaf bu daxili tənəzzül olmaz, yəni sadə sualdır. Təhlükəsizliyin təminatı üçün kəndlərin şəhərə köçməsi düzdür. Əhalinin sosial tərkibi dəyişirdi, yəni belə bir cümlə də var. İqtisadın zəifləməsi də düzdür. Ordu quruculuğunda olan nöqsanlar düzdür. Cavab B-dir. Bəli, Köprülü Mehmet Paşanın uğursuz islahatları səhvdir. Əksinə bu islahatları uğurlu oldu, amma durğunluğun qarşısını ala bilmədi. Yəni ona görə aid olunur. Cavab 2, 3, 4 B olur. Sonra Şah İsmayıl aiddir Şah İsmayıla. Mərv döyüşünün 510 düzdür. Şeybaniləri məğlub edib. Çaldıran döyüşünün 514 özü məğlub olub Osmanlılara düzdür. Şəki hakimliyinin tabe edilməsi 1510-dur. Şəki hakimliyini Şirvanşahları Şah İsmayıl tabe edib. Cavab 1, 2, 3 A-dır. Zabanı döyüşü 1500-dür. Şeyx İsmayıldır. Hətta Fərrux Həsər ölüb. Amasyada 1555-ci ildir. Təhmasibdir. Cavabımız olur A variantı. Sonra deməli, növbəti suala baxırıq. Deməli, uşaqlar, 7-ci sual yazıb ki, Cənubi Azərbaycan, Xiyabani və Pişəvər. Ümumiyyətlə, yəqin bilirsiniz ki, Cənubi Azərbaycandan 100% sual düşəcək qəbulada. Ona görə elə Xiyabanidir, Pişəvəridir və Səttərxandır, onları əzbərləmək lazımdır. Baxın, Azərbaycan adının Azadistan dəyişdirilməsi ilə Xiyabanidə olub. 1920-ci il 1-ə A gedir. Cənubi Azərbaycana müstəqillik tələbi səhvdir. Ümumiyyətlə, Cənubi Azərbaycanda müstəqillik tələbi yox, muxtariyyət tələbi keçmişik, konstitusiya tələbi keçmişik, parlament tələbi keçmişik, yəqin bilirsiniz. 1-ə A gedir. Məşrutə hərəkatına rəhbərlik etməsi, o da bilirsiniz ki, məşrutə hərəkatı 1905 11-dir. 1905-11-də də Səttərxandır. Birdə təkcə cavab A-dır. İlk dəfə əncümənlərə sessiyanın keçirilməsi səhvdir. Çünki uşaqlar ilk dəfə əncümənlər məşrutədə olub 1906. Babillər hərəkatının rəhbərlik etməsi, Babillər Seyid Əli Məhəmməd 1848-52-də olub, Tahirə xanım olub, Zəncan üsyanı, ona görə Pişəvəriyə aid deyil. Yəni çox sadə sualdır, fikirləşirəm. Təbriz Universitetdə bəli, bilirsiniz də Təbriz Universiteti Seyid Cəfər Pişəvərdədir. 1946-cı il mədəni tədbirdir və milli hökumətə aiddir. Cavab olur B variantı. 8-ci sualda uşaqlar. Burada xəritə biraz yaxşı göstərmir. 2 Böyük Britaniyada görürsüz. 4 Fransadır. Bax, bura olsa İspaniya olardı. 1 İtaliyadır. Yəni Romadır. 3 Türkiyədir. 5 isə Rusiyadır. İndi biz buna baxırıq. Bəli. Burada deyir ki, 2 və 4 18-ci əsrin ortalarında müstəmləkələr uğrunda bir-biri ilə müharibə aparmışdır. Baxın uşaqlar, 2 Böyük Britaniyada, 4 də Fransadır. 18-ci əsrin ortaları 7-lik müharibədir. 1756-63 bir-birinə mübarizə aparıb, hətta İngiltərə qalib olub. Biri doğru cavab kimi götürürük. 1, 3, 4 Üçlər İttifaqının üzvü olub. 1 İtaliyadır. Deməli, 3 Osmanlıdır. Bu səhvdir. Üçlər İttifaqı deyil. Osmanlılar 4-lərdə olub. Rusiyada Antant olub. Yanlış fikirdir. Üçlər İttifaqı 1882-də yaradılıb. Orada iştirak edib Almaniya, İtaliya və Avstriya Macarıstan. Ona görə 2 səhvdir. 2, 4, 5 Antanta İttifaqının üzvləri olmuşdur. 2 haradır? Gəlin baxaq. Deməli, 2 bəli İngiltərə, 4 Fransa, 5 Rusiya düzdür. Antanta 1907-də başa çatıb, 1894-də əsası qoyulub və aiddir buna. Yəni həm Rusiya olub, həm Fransa olub, həm İngiltərə olub. Cavabımız A-dır. 1-4 Trablis müharibəsinin iştirakçısı olub. 1 deməli bilirsiniz İtaliyadır, 4 Fransadır, səhvdir. Trablis 1911-12-dir, 1 ilə 3 arasında olub. Bilirsiniz də yəqin Osmanlı ilə İtaliya arasında olub. 3-5 Somma döyüşündə məğlub olmuşlar. Deməli 5 Rusiyadır, 3-dəki Türkiyədir, səhvdir. Somma döyüşündə tərəflər mövqe müharibəsini keçmişdi. 1916-cı ildir, bilirsiniz. Burada qalib qələbə yoxdur. Deməli cavab A variantıdır. Sonra Teymurilər dövlətinə aid deyil. 1370-də yaradılıb, 1507-də süqut edib. Sərbədarlar üsyanı dövlətə aid deyil. Çünki 1365-66-da olub, onda dövlət deyildi. Xorasan uğruna Səfəvlərlə mübarizə aparılması, deməli, gəlin baxaq. Xorasan uğrunda Səfəvlərlə mübarizə aparılması
1510 Şeybanilər aparıb. Teymurlər dövləti aparmayıb. Burada cavabını səhv verib. Cavab olur 1, 2. A variantı. Ağqoyunlu dövləti tərəfindən məğlubiyyətə uğradılması düzdür. Teymurlər dövləti Ağqoyunlu dövlət tərəfindən 1469-da məğlub edilib. İnzibati cəhətdən uluslara bölünüb, bəli, həm Teymurilər, həm də Monqollar inzibati cəhətdən uluslara bölünür. Doğru cavabımız oldu 1 və 2. Yəni Sərbədarlar üsyanı, Xorasan uğruna Səfəvilərlə mübarizə Teymurlar dövlətinə aid deyil. Sonra keçirik digər testimizə. Baxaq. 10-cu sual. 1944-cü il Fransa tarixinə aiddir. Baxın uşaqlar, Atlantika xaritəsi 1941-dədir. Onda demək olar ki, Fransada heç yox idi, Almaniyanın tərkibində idi. Biri götürmürük. Charles de Gaulle'un rəhbər olduğu müvəqqəti hökumətin yaradılması 1944-dür, düzdür. Ölkə ərazisinin Almanlar tərəfindən işğalının başa çatdırılması 1940-da işğal edib ölkəni, ona görə səhvdir. Ərazisində ikinci cəbhənin açılması 1944-dür və bilirsiniz də Tehranın nəticəsi cavabımız olur C bəndi 2 və 4. 10-cu sual. 11-ci sual. İkinci cəbhə bilirsiniz də 1944-dür. Arden əməliyyatı köhnə kitablarda var idi. İkinci Dünya müharibəsi illəri 2 və 4. Franji arıcıllıq. Ağqoyun kilsə məclisi 488, Mehranlar Sultanının hakimiyyətə gəlməsi 630, Xosrovun Sasanilər dövlətinə islahatlar həyata keçirməsi 531. Deməli cavab necə olacaq? 1 408, 3 531, 2 isə 630. Mehranlar sülaləsi hakimiyyətə gəlib, 705-i də gedib. C bəndi. Şirvanşahlar dövləti Salarilərdən fərqli olaraq Gürcü qoşunları ilə mübarizə aparmışdır. Salari də aparıb zaten. Bu oxşar cəhətdir. 10-cu əsrdə mövzu olmuşdu oxşar cəhətdir. Çünki Şirvanşahlar 861-dən, yəni 9-cu əsrdən 16-cı əsrə kimi mövcud olub. Sonra Səlcuq dövlətindən asılılığı qəbul etmişdir. Şirvanşahlar bəli 1066, o vaxt Salarilər yox idi. Cavab C-dir. Abbasi xilafətinin zəifləməsi nəticəsində yaranmışdır, ortaq cəhətdir. Yəni bütün dövlətlər Abbasilərin zəifləməsi nəticəsində yaradılıb. Yəni bütün dedikdə o 5 dənə dövlət var. Şirvanşah, Saci, Salari, onu deyirəm. Azərbaycan cənub torpaqlarında yaranmışdır. Bu da Şirvanşahlar dövləti şimaldadır deyə əslində Salarilərin Şirvandan fərqli cəhət olar. Şirvanın yox. Ona görə cavabımız olur C variantı. Səlcuq dövlətindən asılılıq qəbul etmişdi Şirvanşahlar. 1066-cı il Salarilərə aid deyil. Uyğunluq pozulmuşdur. Xudafərin körpüsü Cəbrayıldadır, düzdür. 1027-də inşa olunub, yəqin bilirsiniz. Gürcüstan türbəsi uşaqlar yerləşir Naxçıvanda 13-14-cü əsr. Gürcüstan qalası 12-ci əsr Şamaxıda, cavab B-dir pozulan, çünki türbə Naxçıvandadır. Qoşa minarə Naxçıvan 12-ci əsr, Ağoğlan məbədi də Laçındadır, erkən orta əsrlər memarlıq abidəsidir, 10-cu əsrə aiddir. Sonra baxırıq Əbu Tahir, bilirsiniz ki, Əbu Tahir paytaxt dəyişib 918, çox sadə bir sualdır. Axistan paytaxt dəyişib 1192, sonra birinci Təhmasib paytaxt dəyişib 1555, cavab olur Y variantı. Digərləri də ki, asan, sadə cümlələrdir. 15-ci sual. Deyir, 2-ci Qarabağ müharibəsi dövründə Cəbrayılın azad edilməsi ilə. Deməli, uşaqlar, Hadrut istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün imkanlar yarandı, düzdür. Elə Cəbrayılın azad olunması ilə. 2020-ci il oktyabr ayının 4-ü. Azərbaycan-İran sərhəddinin böyük hissəsinə dövlət nəzarəti bərpa edildi. Yəni, bütün hissəsi desə səhv olardı, böyük hissəsi deyirsə düzdür. Bütün hissəsi də bir Zəngilan, sonra Ağbənd qəsəbəsi iləndir. Cavab 1-2-dir. Ağdərə ilə Ağdamı birləşdirən əsas təminat yolu hərbi qüvvələrimizin nəzarətinə keçdi. Bu, Hadrutdan sonradır. Cavab 1-2 qalır. Murov dağ zirvəsinin fəth olunması üçün şərait yarandı. O da səhvdir, çünki o şimal cəbhəsidir, bu cənub cəbhəsidir. Cavabımız olur 1-2 A variantı. Sonra 16-cı sual. Deyir ki, daha əvvəl olub. Xış əkinçiliyinin toxa əkinçiliyini əvəz etməsi erkən tunc. İnsanların oturaq həyata keçməsi neolit, ilkin əkinçilik vərdişlərinin yaranması mezolit, psixopit tikililər son tunc, ilkin şəhər mərkəzləri isə orta tunc. Doğru cavabımız olur C variantı. Sonra daha əvvəl olan ilkin əkinçilik mezolit dövrüdür. 17-ci sual. Deyir ki,
19-cu əsrin 70-ci illəri Şimali Azərbaycan həm mədəni tədbir, həm sosial tədbir. Avropa tipli dünyəvi məktəbin əsasının qoyulması mədəni tədbirdir, amma 70-ci illəri deyil. 1830-da əsası qoyulub. Sonra deməli milli demokratik mətbuatın əsasının qoyulması 1800 deməli mətbuat deyir. Demokratik mətbuat 75 Əkinçi qəzeti. İlk teatr binası 83-dəyə aid deyil. Bir də təkcə cavab B-dir. Amma sosial-iqtisadi həyatda yenilik deyir. Nobel qardaşları 79 1800 düzdür. Qor müəllimə seminarının yaranması 76-dır, amma mədəni tədbirdir. Yəni sosial deyil deyə götürmürük bunu. Neft sənayesinə iltisam sistemi ləğvi 1872-ci il. Cavabımız olur 1B, 2A, C. Bəli, doğru yazıb. Mədəni tədbir, milli demokratik mətbuat, Əkinçi qəzeti 75, sosial tədbir, Nobel qardaşları 79, iltisam sistemi ləğv olunması 72, Qor müəllimlər seminarisi mədəni olduğu üçün burada götürmürük. Sonra mediada içki tağalığının mövcudluğu illərində manna. Mediada içki tağalığı mövcud olub eradan əvvəl 653, 625. Urartu dövləti tərəfindən süquta uğradılması səhvdir. Ümumiyyətlə bu fikir manna Urartu tərəfindən süquta uğradılmayıb. Media son qoyub. Asuriya İttifaqının bərpa etməsi bu 650-də hakimiyyətə gələn o ailəyə aiddir. 650-də həmin dövrə düşür. Çünki 653-də başlayıb 25-də bitib. Cavabımız olur B bəndi. İran uzun 8-ci əsrdir, yəni bir əsr əvvəldir, səhvdir. Makedoniya dövləti ümumiyyətlə mannaya, media əlaqəsi yoxdur, səhvdir. İkinci Sarqondan Sirdaqqada 8-ci əsrdir, 714-cü ildir müqavilə, ona görə səhvdir. Sonra növbəti 20-ci suala baxırıq. Bir xəritəyə əsasən Sacilər, Rəvvadilər və Şəddadilər dövlətinin paytaxtı olmuş şəhərlərin müvafiq ardıcıllığını müəyyən edin. Baxın, Sacilər dövlətinin paytaxtı olmuşdur. Deməli, Marağa, Ərdəbil. Burada Marağa qoyulmayıb, Ərdəbil qoyulub. 4 düzdür. Rəvvadilərin paytaxtı olmuşdur. Elə Ərdəbil, sonra Təbriz 2 düzdür. Sonra Şəddadlərin paytaxtı olub Gəncə 3 düzdür. Cavabımız oldu A variantı. 1 Dərbənddir, 5 Şamaxıdır, 3 Gəncədir, Şəddadilərin paytaxtı, 4 deməli bildiyiniz ki, Ərdəbildir, Rəvvadilərin, eyni zamanda Sacilərin, Salarlərin paytaxtı, 2 isə Təbrizli Rəvvadilərin paytaxtı. Hadisə nəticə əlaqələrin doğru verildiyi cavabı deyir, tapın. Deməli, Monqolların birinci yürüşü Gəncə şəhərinə ələ keçirilməsi səhvdir. Çünki Gəncə dağıntıdan xilas olub. Birinci yürüş zamanı. 1220-22-dədir. Marağanın Xarəzmşahlar tərəfindən tutulması, deməli, Atabəylər dövləti süqut etməsi səhvdir. Bu, Ağsunqurların süqut etməsidir, 1227. Atabəylərin süqut etməsi 1225-dir, Təbrizin tutulması nəticəsində. Sonra 2-ci Axıstanın Monqollardan asılı hala düşməsi, bəli, Hülakilərdən deyir. Kəsranilər sülaləsinin hakimiyyətinə son qoyulması səhvdir. Kəsranlərin hakimiyyətinə son qoyulması Huşəngin getməsindən sonradır, 1382. 2-ci Axıstan 1243, 1260-da hakimiyyətdə olub, səhvdir. Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü 1225, Təbrizin sənətkarlarının qaraqoruma aparılması səhvdir. Burada da cavabı səhv yazıblar. Çünki Təbriz sənətkarlarının qaraqoruma aparılması Monqolların yürüşü nəticəsindədir. Yadınıza düşürsə, Monqolların paytaxtı olub Qaraqorum, sonra Pekin. Sonra, deməli, Y variantı. Dərbəndin Monqola təmin tutulması 1239, Cənubi Qafqazın Ali Monqol xaqanlığına tabe edilməsi düzdür və Monqol canişinliyi başlayır. 1239-56 cavab olur Y variantı. Sonra 21. Məntiqi ardıcıllığı müəyyən edin. İngiltərə kralı özünü papanın vassalı elan edir. Bu söhbət 13-cü əsrdən gedir uşaqlar. Sonra 2-ni biz tapmalıyıq və sonra deyir Böyük Azadlıq Xaritəsi adlanan sənəd imzalanır 1215. Bu uşaqlar elə kitab cümləsinin ardıcıllığıdır. Fransa kralının da papadan asılı qəbul etməsi səhvdir. O dövrdə əksinə papa Fransa kralından asılı idi, yadınıza düşürsə. Ölkə əhalisinin üsyana qalxması düzdür. Çünki İngiltərə kralı papadan asılı oldu deyə əhali narahat oldu, üsyana başladılar. Sonra kral da əhalinin xeyrinə öz hakimiyyətini məhdudlaşdırdı və azadlıq xaritəsi qəbul etdi. Cavab B-dir. Ölkə əhalinin səhiyyə alınması uşaqlar 1086-dadır. Tarixini siz bilmirsiniz, amma 1-ci Vilhelmin hakimiyyət illərinə aiddir. O 1066-da qalib gəlmişdi, axı yadınıza düşürsə, Normandiya hersoqu idi.
və ilk dəfə Avropada Romadan sonra siyahıya alma etmişdilər 11-ci əsr. Feodal qaydalarına zərbə vurulması səhvdir. Hakimiyyətə yeni sülalə biz 15-ci əsrdə gəlib səhvdir. 22-ci suala baxır. 10-cu əsr Bizans, 16-cı əsr Osmanlı dövləti. Abbasilər xilafəti 16-cı əsrdə yoxdur. Gülməli bir variantdır. Ona görə çıxırıq. 1258-də gedib. İspaniya qoşunlarına qarşı müharibə aparılmasını səhv yazıblar. Çünki İspaniya qoşunlarına qarşı 16-cı əsrdə Osmanlı aparıb, amma İspaniya qoşunları heç 10-cu əsrdə yox idi. Çünki İspaniya krallığı 1479-da yaradılıb və sonra qoşunlar olub. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi səhvdir. Osmanlı dövləti sonuncu dəfə 15-ci əsrdə köçürüb, bir də 20-ci əsrdə, birisi də Ankaraya. Kipri dövlətə birləşdirməsi düzdür. Çünki 16-cı əsrdə yadınıza düşürsə, 2-ci Səlmin dövründə var idi. 10-cu əsrdə də Bizansda Kritdi, Kipirdi, Abbasilər, Bulqarlar zəifləyəndən sonra Mesopotamiyada falan özünə tabe etmişlər. Kitabda bu cümlə var, cavab D-dir. Sonra Fransa ilə ticarət müqaviləsi imzalanması 16-cı əsrdə Osmanlıda var, 1535, amma 10-cu əsr Bizansa aid deyil. Sonra 23-cü sual. Vestfaliya sülh müqaviləsi 1648-ci ildə uşaqlar həmin sülh müqaviləsi. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirildi, düzdür. 30 il müharibə bitdi. Dənizdə hökmranlıq İngiltərəyə keçdi. Bu səhvdir. Bu Vestfaliya aidiyyəti yoxdur. İngiltərənin dənizdə hökmranlığı 1588-ci ildən sonra olub. İspan donanmasını məğlub edəndən sonra. Qərbi Avropada siyasi üstünlük Fransadan İspaniya yox, əksinə İspaniyadan Fransaya keçib. Ona görə bu da səhvdir. Kilsənin gücü məhdudlaşdırıldı, düzdür. Çünki papanın imzası da yox idi heç orada. Avropada baş verən dini müharibələr sona çatdı, düzdür. Almaniyada dini müharibələr 1555-də sona çatıb. Amma общий ümumi Avropa deyəndə 1648-də başa çatıb. Cavab 1-4-5-dir. Heydər Əliyevin ikinci prezidentliyi dövründən fərqli olaraq növbəti sualımızdır bu. İlham Əliyevin birinci prezidentliyini soruşur. Heydər Əliyevin ikinci prezidentliyi başlayıb 1998-2003. İlham Əliyev birinci dəfə prezident seçilib 2003-2008. Ölkə qazının dünya bazarına çıxarılması ilə bağlı işlərin görülməsi hər ikisində var, yəni. Bütün prezidentliyi dövründə var, həm İlham Əliyevin, həm Heydər Əliyevin. Dövlət Neft Fondu 1999-da təsis olunub. Bu, bəli, ikinci prezident dövründən deməli, Heydər Əliyevin ikinci prezident dövründən fərqli olaraq İlham Əliyevin prezident illərində səhvdir. Bəli, çünki 99-dasa o elə ikinci prezident dövrünə düşür, fərq deyil. Heydər Əliyevin dövrünə düşür. Dünya Azərbaycanlıların qurultayı 2001-dir. O Heydər Əliyevin ikinci prezidentlik dövrünə düşür, amma sizə düşməyəcək bu eminli bu üçüncü sual, çünki kitabdan çıxarılıb. Çadır şəhərciyinin ləğv olunması 2007 düzgün cavabdır. Yəni İlham Əliyevin birinci prezidentliyi dövründədir. Təbrizdə konsulluq 2004-dür. Bu da doğrudur. Cavab 4-5-dir. 2 yoxdur. Neft fondumuz 99-cu ildir deyə səhv cümlədir. 4-5 doğru cavab oldu. Bunlar sizi çaşdırmasın. Yəni gələn dəfə çalışaram. Buna öncədən baxaram. Heç bilmirdim burada cavablar var. Sizi də bu çaşdırmaz. 25-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədəki dövrü. Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə fəaliyyətə başlaması 1918-ci il 16 iyundan deməli sentyabr ayına kimi davam edib 17-sinə kimi. Göyçay döyüşü, Bakı XKS-nin qoşunlarına məğlub olması iyun ayının 27-si, iyul ayının 1-i doğrudur. 1. Batum müqaviləsi Tiflis dövrüdür. 1918-ci ilin 4 iyunu. Məktəblərin birləşdirilməsi 18-ci ilin 28 avqust. Mədəni tədbir AXC-nin milliləşdirdiyi yeganə sahədir. Cavab 1-3-dür. Neft sahəsi milliləşdirməsi də Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Ona görə yanlışdır. Deməli, Göyçay döyüşü Gəncə dövrüdür. Məktəblərin birləşdirilməsi Gəncə dövrüdür. Batum müqaviləsi Tiflis dövrüdür. 4 iyun. Neft sahəsi də Azərbaycan Xalq Cümhuriyyəti milliləşdirməyib deyə səhv cümlədir. 26-cı sual. Axund dövlətinin əsasının qoyulması 4-cü əsr. Uyğur dövlətinin süqut etməsi 842-ci il. Franklarla ərəblər arasında Poitiers döyüşü 732-ci il. Qəzənlilər dövlətinin Hindistana yürüş etməsi məsələn 11-ci əsrin əvvəlləri. Məsələn 1026-cı il. Deməli cavabımız olacaq 1, bəli, 3, 2, 4 doğrudur. Yəni 1, 3, 2, 4-dür. Sin, Xan, Maurya sülaləsi. Deməli uşaqlar, baxın, Əhəmənilər dövləti ilə müharibə aparmışdır. Ümumiyyətlə heç biri. Çünki Sin sülaləsi 221-206, Xan sülaləsi
206-dan bizim eramızın 3-cü əsri, Maria Sualası 3-cü əsrin ikinci yarısı heç birinə düşmür. Əhəmənilər daha əvvəl süqut edib, yəni 330-cu ildə. Eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olmuşdur. Burada deməli Xan sülaləsidir. Niyə? Çünki eradan əvvəl 206-da gəlib, bizim eramıza qədər hakimiyyətdə olub deyə düşür bu ona. B variantı 2-yə aiddir. Pinçen müqaviləsini imzalayan da Xan sülaləsidir 200-cü ildə Mete ilə. Hun hücumlarından qorunmaq üçün müdafiə səddi inşasına başlamışdır. Bu böyük Çin səddindən danışır. Eradan əvvəl 214-cü il Çin sülaləsinə düşür. Yunan Makedoniya qoşunlarını məğlubiyyətə uğratmışdır. Maria sülaləsi Candraguptanın dövründə. 1D, 2BC, 3Y'dir. Situasiyanı oxuyuruq uşaqlar. Burada oxuyanda görəsiniz ki, 1688-ci ildə Hollandiyalı Oranlı Vilhelmlə danışılır. Burada deməli deyir ki, o parlamentin dostu olduğunu öncədən bildirmişdi. 3-cü Vilhelm taxta çıxarır parlamentdə. Sonra 1689-cu ildə Beyazlıq Xartiyasının ruhunda tərtib edilmiş sənəd ona təqdim olunur. Bu qansız inqilab idi. Sonra deməli sənəd parlamentin kral hakimiyyəti üzərinə üstünlüyünü təsdiqləyir. Beləliklə də ölkədə yeni quruluş bərqərar edilir. Həqiqətən bu yerli quruluş idi, yəqin bilirsiniz. Söhbət şanlı inqilabdan sonrakı quruluşdan gedir. Bundan sonra parlament qanunları verməklə ölkəni idarə edir. Kral isə padşahlıq edir, lakin idarə etmirdi. Görürsüz, kral formal idi yəni. Bax uşaqlar, bu cümlələri oxuyandan sonra qəşəng suallardır, qəşəng mənbədir. Deyir ki, mənbədə bəhs olunan hadisələrin İngiltərə tarixində necə adlandırıldığını və mətndə adı buraxılmış sənədi yazın. Necə adlanır? Şanlı inqilab 1688-ci il. Dinc yolla bir inqilabdır, yəqin bilirsiniz. Sonra deyir, hansı sənədin adı buraxılıb? Bu da hüquqlar haqqında 1689 yadınıza düşür ki, belə bir sənəd var idi ki, kral hakimiyyətini azaltmışdı. Biz hüquqlar haqqında bir həm də Amerikada keçirik, yəqin bilirsiniz. Bunu yazsanız sizə dim tam bal verəcək və əhsən deyəcək. 29-cu sual deyir, haqqında bəhs olunan sənədin mahiyyətini əks etdirən və mənbədə göstərilməyən 2 cavabı qeyd edin. Deməli, sənədin mahiyyəti nə idi? Kral hakimiyyəti məhdudlaşdırırdı. Nəticəsində kral ordu və donanmaya demək olar ki, baxa bilməzdi. Qanunları parlament, vergiləri parlament təyin edirdi. Yəni bu şeyləri yazsanız, məzahir diqqətlə qulaq as, bu yazmaqlarını yığışdır. Və demək olar ki, bu doğru cavab olacaq. Növbətində də deyir ki, mənbədə bəhs olunan hadisənin 2 nəticəsini yazın. Nəticə nədir? Deməli, hadisə nəticəsində, yəni hüquqlar haqqında bilim nəticəsində Stuartlar sülaləsi devrildi, mütləqiyyət zəiflədi, hakimiyyət burjuaziyanın əlinə keçdi. Amma belə şeylər yazsanız hamısı düzgün olacaq. İndi növbəti sınavımıza keçirik. 8 dəqiqədən sonra bağlanacaq. Sonra sizin üçün yenidən açacağam. Uşaqlar, bu 14-cü sualda bax bu Aşokadır, bu Candraguptadır. Sualını biraz mən sözünüzü bəyənmədim, amma yenə izah edirəm, düşübdür bura. Fatimə xanım, uşaqlar, bunu yazırsınız, qalır burada. Yəni diqqətlə qulaq asın. Nəyəsə oynamaq məcburiyyətində deyilsiniz. Deyir ki, Hindistanda Aşoka, bir də Candragupta. Bilirsiniz də bunlar Maria sülaləsinin nümayəndəsidir. Bizə bunlar heç bəzələri lazım deyil, amma yenə deyirəm. Deməli 4 aslan heykəli 3-cü əsrdədir. Aşokaya düşə bilər. Bir də A variantını götürürük. Maria sülaləsinin nümayəndəsi olmasa hər ikisidir. 3-ə biz B variantını götürürük. Hindistanı vahid halda birləşdirmişdi. Padşah Aşoka 3-cü əsrin ikinci yarısı. Bir də C variantını götürürük. Yunan Makedoniya işğalına qarşı mübarizə aparmışdı. Candragupta D-ni götürürük. Bir 4-cü yüzün sonlarına hakimiyyətdə olmuşdu Candragupta. Cavabımız D variantıdır. Amma bəyənmədim sualı. İkinci sual. Qədim Romada 5-ci yüzilliyin ortaları tarixinə aid olan hadisələri müəyyən edin. Deməli uşaqlar, baxın, plebeylərin ilk dəfə xalq tribunu seçmə hüququnun qazanması 5-ci əsrin əvvəlləridir. Ona görə ortaları sözünə görə götürmürük. 12 lövhə qanunlar 5-ci əsrin ortalarıdır, bəli, Roma qanunları. Düzdür, bunu götürürük. Konsullarda orduya rəhbərlik etməsi ümumi cümlədir. Yəni bu 509-dan 260 üzr istəyirəm, yox, 27-yə qədər elə idi. Yəni Respublika dövrünə belə idi. Bunu 5-ci əsr yox, 3-cü əsr yazsa da biz götürəcəyik. Cavab 2-3-dür. A bəndi. Padşahlıq idarə üsulunun mövcud olması səhvdir, çünki padşahlıq 6-cı əsrdə bitmişdi. Yəni 509-da bitmişdi. 3-cü suala baxırıq.
Deyir, həmin birinci Göytürk, həm Qaraxanlı dövlət, həm də Xəzər xaqanlığının diaqramını tapın. Deməli uşaqlar, 10-cu yüzilin 30-cu illərinə İslamı rəsmi dövlət dini kimi qəbul edən Qaraxanlıdır. 932-ci il 2-yə aiddir A variantı. Sonra deməli Slavyanlarla mübarizə aparılması Xəzər xaqanlığı 965, çünki Slavyanların Xəzərlərin varlığına son qoymuşdu. Çinin asılı hala salınması 1-ci Göytürk dövlətidir, Muğan xaqan. Samanilər dövlətlə mübarizə aparılması 999-dur, Qaraxanlı dövlətinə aiddir 2-yə. Sonra hakimiyyətdə olan sülalə Aşina türk soyuna mənsub idi, həm Xəzərdə, həm Göytürkdə, həm də Qaraxanlıda. Hamısına aiddir, ortağa düşür. Cavabımız oldu 1-ci Göytürk C bəndi Çin asılı salıb, Qaraxanlı dövləti A İslamı qəbul edib və Samanilər deməli mübarizə aparıb. 4-ə də aiddir Y variantı. Hakimiyyətdə Aşina soyu mənsub olub. Cavab B-dir. Sonra baxırıq 4-cü suala. Mezolit dövrünün paleolit dövründən fərqli, neolit dövrü ilə isə oxşar cəhətini deyir tapın. Əmək alətlərinin daşdan hazırlanması bunun hamısına aid oxşardır. Yəni fərq yoxdur burada. Amma mikroot alətlərdən istifadə olunması mezolitdə var, neolitdə var, paleolitdə yoxdur. Ona görə biz bunu götürürük 2. Qəbilə icması üst paleolitdə də var deyə hamısına aid götürə bilərik. Yəni paleolit, mezolit, neolit. Ona görə 3-ü silirik. Əhalinin əkinçi və maldarlıqla məşğul olması paleolitdə yoxdur. Amma mezolitdə başlayıb, neolitdə də olub deyə cavabımız 2-4-dür. B variantı. Daşların cilalanması, deşilməsi isə hamısına aid oxşar cəhətdir. Ona görə götürə bilmərik. Cavab qalır B variantı. Sonra 5-ci sual. Deyir, Atropatena, Albaniya və Atropatena dövlətlərinin eradan əvvəl 1-ci əsrin 1-ci yarısı, yəni 65-66 və 30-cu illər, yəni eradan əvvəl 30-cu illər oxşar cəhətini tap. Bax uşaqlar, bura Roma imperatoru yazıb, imperator səhvdir. Çünki o vaxt imperiya yox idi, axı 27-də yaradılıb, yəni 30-da olmayıb. Parfiya dövləti ilə müttəfiq olması Albaniya dövlətinə aid deyil. Atropatena ola bilər. Selevkilər ümumiyyətlə Albaniya əlaqəsi yoxdur. Ona görə ümumiyyətlə buna baxmırıq. Alanların hücuma məruz qalması bizim eramızdır. Ona görə çıxırıq. Roma Respublikası ilə mübarizə düzdür. Məsələn, 1-ci əsrin 1-ci yarısı 66 Kür, 65 Qanıq döyüşündə Albaniya eyni zamanda 1-ci əsrin 1-ci yarısı Lukul Pompey Atropatenaya hücum edib asla salıb. 30-cu illərdə bizdə 36 Fraspa döyüşü Atropatena, 36-da da Kanedi hücum etdi, Albaniyanı asla saldı. Cavabımız oldu Y variantı. 6-cı sual. Albaniya dövlətinin hökmdarları Urnayr Asuaci. Deməli uşaqlar 313-371-də hakimiyyətdə Urnayr olub, 4-cü əsr. 5-ci əsrin 1-ci yarısında isə Asuacin olub. 4-cü əsrin 40-cı illərində hakimiyyətdə olması Urnayra aiddir da. Çünki 13-də gəlibsə, 71-ə kimi olubsa düşür. Biri A-nı götürürük. Kod vilayətinin geri qaytarılması nə vaxtı? 387 müqaviləsi ilə Uti, Şakasen, Girdiman kod qaytarılıb geri. Amma onda Urnayr hakimiyyəti deyildi. Sasanilərlə birlikdə Romaya qarşı mübarizə aparılması düzdür. Amid Dizran döyüşündə Urnayr iştirak edib. Deməli, biri A-nan C variantıdır. D olacaq yəqin. Mehranilər sülaləsindəki Urnayra aid deyil deyə çıxırıq. Asuagində mədəni islahat keçirib, düzdür. Paytaxt dəyişdirib, səhvdir. Yeni Alban yazısı yaradıb, düzdür. Bizansdakı o dövrdə Asuaginin dövründə var idi, bəli. Amma müharibə aparmışdı, Asuaginə aid deyil, səhvdir. Deməli, 1-ə A, C, 2-yə A, C, cavabımız D variantıdır. Sonra baxırıq 7-ci sual. Deməli, uşaqlar, 1-ci Dünya müharibəsi illərində AXC-nin həyata keçirdiyi dövlət quruculuğu tədbiri. Dünya müharibəsi 18-ci ilin noyabr ayının 11-i bitib. O vaxta kimi AXC-nin dövlət quruculuğu tədbirini tapaq. Uşaqlar, vətəndaşlıq haqqında qanun 1919-dadır. Heç dünya müharibəsi illərinə düşmür. Ona görə biri çıxırıq. Müəssər məclisinə seçkilər haqqında əsasnamə var, bəli, amma seçkilər keçirməyib, yəqin bilirsiniz. 1919-un iyul ayında əsasnamə qəbul olunub. O vaxt dünya müharibəsi yoxdur. Biz 1-lə 2-ni çıxırıq. Onda avtomatik D gedir, Y gedir. Baxırsınız B gedir, hətta C də gedir, cavab 3-5 qalır.
heç 4 demək olar ki, bitdi, yəni heç baxmırıq. Üçsənli dövlət bayrağının qəbul olunması 1918-ci ilin noyabrın 9-u düzdür düşür. Bizdə həmin vaxtda Almaniya Respublikası yaradılıb hətta. 5. Əlahiddə Azərbaycan korpusda 1918-ci ilin iyun ayının 16-sı yaradılıb. Ona görə cavabımız olur 3-5 A variantı, dövlət quruculuğu və Dünya müharibəsi illəri. İndi uşaqlar, bu testi 7-də saxlayıram, 8-dən başlayarıq. İndi bunu saxlamaq lazımdır, çünki dayanacaq vaxtımız. Deməli, 8-ci sual yazılıb ki, Gilgil çayı yaxınlığındakı döyüşə aid xüsusiyyətləri müəyyən edin. Döyüş 1810-cu ildə baş vermişdir. Yəqin bilirsiniz, Quba xanlığı ilə Rus qoşunları arasında. Rus qoşunlarının məğlub olması doğrudur. Deməli, Gilgil çayı döyüşdə Quba xanlığı qalib gəlib. Deməli, biri götürürük. 18-ci əsrin sonlarında baş verməsi səhvdir. Çünki 1810-cu il 19-cu əsrin 1-ci rübüdür. Quba üsyançılarına Əhməd xan rəhbərlik etməsi səhvdir. O vaxtda hakimiyyətdə Şeyx Əli idi. Deməli, cavabımız olur 2. 19-cu əsrin ilk rübündə baş verməsi düzdür. Həm daha doğrusu olur 1, 4, D variantı cavabımız. 2. Rusiya-Qacar müharibəsi arasındakı dövr 1813-dən 26-ya qədərdir. Bu da 10-da baş verib deyə 1-ci Rus-Qacar müharibəsinə aiddir. Ona görə səhvdir. Cavabımız olur D variantı. Sonra növbəti testimizə baxırıq. Deməli 9-cu testə baxaq. 19-cu əsrin 40-cı illərinin ikinci yarısında Azərbaycanda keçirilmiş islahat. Həm inzibati islahat deyir 1840, həm də aqrar islahat deyir 1840-cı il. 40-cı illər, məsələn, aqrar islahat 46-47 olub. 15 yaşına yuxarı kişi cinsindən olan hər bir kəndliyə 5 desyatin yarılı torpağın verilməsi 1847-ci ildir. Kəndli əsasnaməsi 2-yə aiddir. A variantı. Xəzər vilayətinin ləğv edilməsi inzibati islahatdır 1846-cı il. 1-ə aiddir. B variantı. Deməli, bir dənə baxım yenə. Xəzər vilayətinin inzibati islahatı bəli, 1-ə aiddir. B variantı. Sonra mülkədarların kəndlər üzərində polis və məhkəmə hüququnun ləğv edilməsi. Bu 1865-dir, heç birinə aid deyil. İrəvan quberniyasının yaradılması 1849-dur. İnzibati islahat 1-ə aiddir. Deməli, 1-ə aid oldu B ilə D variantı, 2-yə də aid oldu A variantı. Cavab D-dir. Amma sonra sahibkar kəndlilərinin feodal asılılığından azad edilməsi 1870-ci ildir. Heç birinə aid deyil. Cavabımız oldu D variantı. 9-cu sual. 10-cu sual. Deyir, xəritədə fərqlənən xanlıqlara aid oxşar cəhətləri müəyyən edin. Bax, burada Qarabağ xanlığı var. Bu da isə Urmiya xanlığıdır. Urmiya gölünün görürsüz qərbindədir. Deyir ki, bunlara aid oxşar cəhəti tapın. İrəvan xanlığının asala salınması düzdür. İrəvan Qarabağa da tabe olub, eyni zamanda cənubda da Urmiyaya tabe olub. Ona görə biri doğru cavab kimi götürürük. Quba xanlığına qarşı ittifaq yaradılması səhvdir. Çünki Quba xanlığına qarşı Qarabağ, Şəki, Şamaxı birləşmişdi. Yadınıza düşürsə 18-ci əsrdə. Məhəmməd Həsən xan Qacarla mübarizə aparılması düzdür. Məhəmməd Həsən Qarabağa hücum edib 1757 məğlub olub. Bəli, buyurun. Bəli, atacam. Amma yenə də qulaq asın. Bəli. Bəli, deməli, harda qalmışdıq? Məhəmməd Həsən xan Qacarla mübarizə aparılması hər ikisinə aid oldu. Çünki mən dedim ki, burada Qarabağ xanlığı Məhəmməd Həsənlə 1757-də mübarizə apardı. Xatın arxı döyüşündə Məhəmməd Həsən məğlub oldu və geri qayıdan zaman Urmiyanı tutub. Deməli, bu Məhəmməd Həsən Urmiyanı tutub. Deməli, hər ikisinə mübarizə apardı. 1. İrəvan xanlığının asala salınması hər ikisinə aiddir. 3. Məhəmməd Həsənlə mübarizə hər ikisinə aiddir. Sonra 4. 19-cu yüzilin əvvəllərində daxili müstəqilin saxlaması düzdür. Çünki məsələn 1801-2 əvvəllərdir, onda ikisi daxili müstəqilin saxlamışdır. Cavabımız Y-dir. Şəki xanlığı ilə müttəfiq olması, o da ki, məsələn, aid deyil. Qarabağa qarşı mübarizə aparıb aid deyil, Urmiyaya da aid deyil. Cavabımız Y-dir. Sonra 11-ci sual.
Deyir Səfəvilər dövlətinin 17-ci əsrin 100 illiyin, yəni eyni mənadır, 60-cı illəri 1660 və 18-ci yüzilliyin ikinci 10 illiyi. 18-ci yüzilliyin ikinci 10 illiyi də deməli 1717. Rus tacirlərinin imtiyazların verilməsi düzdür. 1667, 1717. Ruslarla müharibənin baş verməsi 60-cı illər səhvdir, içini götürmürük. Osmanlı dövləti ilə müqavilə imzalanması da 17-ci əsr səhvdir. Rusiya ilə ticarət müqaviləsi imzalanması düzdür, 1667, 1717. Zaten 1 ilə 4 elə eyni mənadır, cavabımız A-dır. Sonra Qəzvin şəhərinin Səfəvi dövlətinin paytaxtı olduğu dövr 1555-ci il, 1598-ci il. Həmin dövrə deyir aiddir. Azərbaycanın Vahidalı birləşdirməsinin başa çatması 1551-dir. Ona görə aid deyil. Biz 55-dən 98-ci il arasını tapmalıyıq. Niyazabad döyüşündə deməli Osmanlı Krım qüvvələrinin məğlub edilməsi Niyazabad döyüşü 1583-dür. Düzdür, Səfəvilər qalib gəlir. Cavab B-dir. Həmin vaxtda Qəzvin paytaxtı idi. Şah 1-ci Abbas Təbriz şəhərini Osmanlılardan azad edib 1603. 1603-cü ildə paytaxt bilirsiniz ki, İsfahan idi. Amasya sülhü imzalanması 1555-dir. Həmin vaxt paytaxt Təbriz idi. Çünki müqavilədən sonra köçdü Qəzvinə. Ona görə D də səhvdir. Şah 1-ci Abbasın Xorasanı Şeybani işğalından azad etməsi bilirsiniz ki, 1599-dur. O vaxtda paytaxt İsfahan idi. Ona görə cavabımız qaldı B variantı. 13-cü sual. Almaniya imperiyasına aid xüsusiyyətlər. Almaniya imperiyası 1871-də yaradılıb. Şlezvik və Holşteyn Danimarkadan geri alınıb 1864, onda imperiya deyildi. Onda bizdə Prusiya almışdı. İldırım Səhəti müharibə planı hazırlaması 1905 Şliffen planı, imperiyaya aiddir 2. Stadova döyüşündə Avstriyanın məğlub edilməsi 1866-dır, imperiya deyil. Onda Prusiya aid. Cavab 2-də hələ ki. Rusiyanın San Stefano sülhündən bəhrələnməyə imkan verilməməsi düzdür. Çünki orada Berlinə konqrensə falan dəvət etmişlər 1878. Tannenburg döyüşü də 1914-dədir. Rus qoşunları məğlub olub, düzdür. Deməli, cavab burada olur 2, 4, 5 A variantı. 13-cü sual. 14-cü sual. Azərbaycan SSR 20-ci yüzilliyin 30-cu, 20-ci illərində mədəni tədbirinə aid deyil. Baxın uşaqlar, burada bütün hadisələr 20-30-cu illərdir. Amma biz burada mədəni tədbirə aid olmayan fikri tapaq. Bakıda Şərqin ilk konservatoriyası 1921-də olub. Deməli, Şərqdə ilk konservatoriya Bakıda olub 1921-ci il. Azərbaycan SSR-yə aiddir. Yəni AXC-də olmayıb bunlar. Savadsızlıqla Mübarizə Komitəsinin fəaliyyətə başlaması 1923-dür. Bu da mədənidir. Birinci Mütləq Türkoloji Qurultayı 1926-dır. Bu da mədənidir. Bakı Sabunçu Elektrik Dəmir Xətti 1926-dır, amma bu iqtisadidir. Sosial-iqtisadidir. Ona görə cavab D-dir. SSR Elmlər Akademiyasının Azərbaycan filialı 1935-dir. Ona görə aid deyil. Yəni necə? Səhv cavab aid deyil. Yəni doğrudur, 20-30-dur. Zaten burada hamısı 20-30-dur. Sonra 15-ci suala baxaq. Deyir ki, 15-ci yüzilliyin ikinci yarısında Avropa tarixində. Bax, Fransa İngiltərəyə qalib gəlib, ərazilərini azad etdi, düzdür. Bu yüzillik müharibənin nəticəsindədir. 1453-cü il, yəqin bilirsiniz. 15-ci əsr. İngiltərə hakimiyyətə yeni sülalənin gəlməsi də düzdür. 15-ci əsrin ikinci yarısı 1485 Tudorlar. Cavab 1-2-dir. Osmanlıların Zigetvar qalasını ələ keçirməsi 1566-dır. Ona görə səhvdir, 16-cı əsrdir. Aralıq dənizində ticarət üstünlüyü Venesiya və Genuanın əlinə keçməsi bu səhvdir. Çünki bunlar birinciliyini itirmişdi zaten o Zərib yürüşündən sonra. Deməli, coğrafi kəşfdən sonra daha doğrusu. Sonra Bizans imperiyasının varlığına son qoyulması, o da ki, Bizans imperiyasına son qoyulması 1453-cü ildir. O da Avropadadır. Deməli, cavabımız oldu 1, 2 və 5. Yəni D variantı. Sonra deyir, uyğunluğu müəyyən edin. Deməli, bax, Azərbaycan Xalq Cümhuriyyəti, Tiflis dövrü, Gəncə dövrü.
Tiflis dövrü Gəncə. Baxın uşaqlar, burada bunu bildiyinizdə Arak dənizə ticarət üstünlüyü, Venesiya və Genoa əlinə keçməsi, bu coğrafi kəşfdən sonra itirirlər, amma keçməsi sərpürüşün nəticəsidir. 16-cı suala baxırıq. Deməli uşaqlar, Tiflis dövrü bilirsiniz də 16 iyuna qədər, mayın 28-dən 18-ci ildən söhbət gedir. Gəncə dövrdə 1918-ci il 16-sından düz sentyabrın 17-sinə qədər. Baxın, Osmanlı dövləti ilə ilk dəfə diplomatik əlaqələr 1918-ci il iyun ayının 4-üdür, Tiflis dövrünə düşür. Yəni biri aiddir A variantı. Təbriz şəhərinə konsulluq 1920-ci ildir, heç birinə aid deyil. Naxçıvan general qubernatorluğu 1919-cu ildir, Bakı dövrüdür, bu da səhvdir. B ilə C ümumiyyətlə heç birinə aid deyil. Azərbaycan Dövlət Bankı da 19-cu ildir, D də heç birinə aid deyil. Cavab onda sadə qalır. 1A, 2Y. Milli ordumuz 1918-ci ilin 26 iyun, o da düşür Gəncə dövrünə. 17-ci sual. Nişdat sülh müqaviləsi. 1721-ci il. Şimal müharibəsinin yekunlaşması. Baltik dənizinə çıxış əldə etməsi Rusiya düzdür. Biri götürürük. Qara dənizdə hərbi donanma saxlamaq hüququ qazanması. Bu 1774-dür. Kiçik qaynarca. İkini çıxırıq. Ölkə başçılarının çar titulunu qəbul etməsinə şərait yaranması 1547 olub səhvdir. İmperiya çevrilməsi də ki düzdür. Cavabımız 1-4, yəni B variantıdır. Sonra 18-ci sual. Dehli Sultanlığına aid xronoloji ardıcılığı deyir tutun. Şəmsəddin Eltutmuşun Xarəzmşah cəlalətinə sığınacaq verməsi onun hakimiyyətindən götürə bilərik. Məsələn 1211. Xələtlər sülaləsinin hakimiyyətə gəlməsi 1290-dır. 1320-yə qədər. Sultan Əlaəddinin Monqol hücumunu dəf etməsi 1296 götürə bilər. Cavabımız olur 1, 2, 3. Yəni ardıcıllıqla. Sadə sualdır. Sonra baxırıq buradan 19-cu sual. Xronoloji ardıcıllığı deyir tamamlayın. Qarabağ əyaləti yaradılıb uşaqlar. Qarabağ xanlığı süqut edəndə 1822-ci il. Qarabağ qəzası yaradılıb. Qəzalar 40-dan sonra yaradılıb. 1840-cı il. 2 ilə 4-ü özümüz tapaq. İrəvan quberniyasının yaradılması 1849-cu il. Qəzadan sonradır. 4-ə məsələn götürə bilərik A-nı. 4-ə A, burada var, burada var. Z-də var, bir də A-da var. Çar Rusiyasının Şeyxülislam və müfti vəzifəsini yaratması 1829-dur. Əyalətdən sonradır. Elə onda cavabımız olacaq 2B, 4A. Şirvan əyaləti daha əvvəl olub Qarabağdan da 1820, ona görə götürmürük. Almanlar daha əvvəl olub 1817-18 götürmürük. Şəki xanlığı 1819-da ləğv olunub deyə götürmürük. 20-ci suala baxaq. Rəşidi xəlifələrin dövrünə aid xüsusiyyətləri deyir tapın. Bax, Frank dövləti ilə mübarizə daha doğrusu 732 Poitiers döyüşü bu Əməvilərdir. Ərəbistan yarımadasını tamamilə fəth etməsi Rəşidi xəlifələrdir. B variantı doğru cavabımız. Xəlifə Muaviyə Əməviləri idarə edir, bilirsiniz. Ona görə səhvdir 7-ci əsr 61-dən sonra. Alban hökmdarı Cavanşir ilə diplomatik əlaqə 667 elə Muaviyə olub. 670 Əməvi. Pirine yarımadasına Vestgotlar 711-də məğlub edilib, yenə Əməvi. Cavabımız oldu B variantı. Sonra deməli uşaqlar, burada deyir ki, xəritədə fərqlənən dövlətlərin 11-ci əsrin 60-cı illəri tarixinə aid ümumi cəhətini müəyyən edin. Bax, bu Şirvanşahlar dövləti 11-ci əsrin 60-cı illərində də Cənubda Rəvvad dövləti var idi. 1065-də axı ləğv olunub. Müstəqil dövlətçiliyinin sona çatması oxşar cəhət deyil. Çünki bu Şirvanşahlara aiddir. Sultan Toğrulun qüvvələri ilə mübarizə aparması səhvdir. Çünki o vaxtı Toğrul 60-cı illərdə hakimiyyətdə idimi görək, 1063-ə qədər hakimiyyətdə olub düzdür, amma Rəvvadi 65-də süqut edib deyə səhvdir. Böyük Səlcuq dövləti ilə mübarizə aparılması düzdür. Çünki 1065 bu, 1066 bu. Cavabımız olur C variantı. Eldənizə dövləti bilirsiniz 1136-da meydana gəlib 12-ci əsr, 4-cü Daviddə 1125-də ölüb 60-cı illərinə aid deyil. 80-sər döyüşlərinin oxşar xüsusiyyətləri 829-836. Baxın, 9-cu əsrin 20-ci illərinə baş verib səhvdir, çünki 30-cu ildə də var axı o döyüşlərinin deyir. Xürrəmlərin qalib gəlməsi düzdür, hər ikisində ərəblər məğlub olub. 2. Möhtəsim qüvvələrinin məğlub olması səhvdir. Çünki xəlifə Möhtəsim 833-də gəlib hakimiyyətə, 20-ci illər 80-sər də 29-da olub birincisi, ona görə səhvdir. Babək ilə ərəb qoşunlarının komandanı Afşin səhvdir, çünki Afşin 835-də rəhbərliyi edib, birinci 80-sərə düşmür.
9-cu əsrin ikinci rübündə baş verib, düzdür. Birinci agitasiya 829 ikinci rüb, ikincisi 836 ikinci rüb. Cavab 1 5-dir, bir də 2-dir. Xürrəmlər qalib gəlir. 2 5. Hə, amma deyir oxşar xüsusiyyətlərindən deyil. Ona belə olacaq cavabımız. 1 oxşar xüsusiyyəti deyil, 3 oxşar xüsusiyyət deyil, 4 oxşar xüsusiyyət deyil. Cavabımız olur Y variantı. Sonra Elxani hökmdarı Qazan xan və Cəlaliri hökmdarı Şeyx Üveysin oxşar xüsusiyyəti. Əmir Teymurun hücumuna qarşı mübarizə və hücumunun qarşısının alınması Qazan xan dövründə Əmir Teymur, yəni dövləti Teymurlar dövləti yox idi, səhvdir. Çünki Qazan xan 1304-də hakimiyyətdən gedib, Əmir Teymur 1370-də gəlib. Ona görə səhv cümlədir. Şirvanşahlar dövlətinin asıla salınması deməli, gəlin baxaq, Qazan xana aid deyil. Ona görə 2-ni də çıxırıq buradan. Sonra uğurlu islahatların həyata keçirilməsi düzdür. Dövləti gücləndirəcək addımlar atması düzdür. Cavab 3-dür, 4-dür. Yeni şəhərin salınması da ki, Üveysə aid deyil. Doğru cavabımız 3-4 qalır 23-cü sualda. 24. Deməli, xəritədə ərazilərin ulduzla fərqləndirilən dövlətlərin 20-ci yüzilliyin 40-cı illəri, yəni 1940-cı illər. Bax, bura Türkiyədir, burada Pakistandır, yox, üzr istəyirəm, Yunanistandır. Deməli, 40-cı illər deyir. Amerikadan iqtisadi və hərbi yardım alınması düzdür. Bilirsiniz də, o Marshall Truman planları Türkiyə, Yunanistana aid olmuşdu. Kipr adası uğruna mübarizə bu dövlətlər aparıb, amma 40-cı illər yox, 70-ci illər. Sovet təhlükəsinə qarşı tədbir görülməsi düzdür. Onsuz Amerika dəstəkləyib. Cavab 1-3-dür. İqtisadi mövzuda səhvdir, çünki 80-ci illərdə olub Türkiyədə. Sonra 25-ci suala baxırıq. 20-ci yüzilliyin 90-cı illərinin sonlarında Azərbaycan Respublikasının həyata keçirdiyi dövlət quruculuğu tədbirlərinə aid deyil. 1990-cı illər. İlk bələdiyyə seçkilərinin keçirilməsi 1999 aiddir. Konstitusiya məhkəməsinin yaradılması 1998 aiddir. Asan xidmət 2012 aid deyil, 90-cı illər 3. Ölüm cəzasının ləğv olunması 98 aiddir. Konstitusiyanın qəbul olunması 95. Sonlarına aid deyil, ortalarına aiddir deyə bunu da götürürük. Cavabımız deməli olur həm 3, həm 5. Sonra növbəti suala keçirik. Deməli, burada deyir ki, xronoloji ardıcıllığı müəyyən edin. Şəhər rayonunun Ağbulaq və Qızılqaya yüksəkliklərinin azad olunması aiddir 2018-ci il günlük əməliyyat Naxçıvan. Lələtəpə yüksəkliklərinin azad olunması, nəzarətimizə keçməsi 2016 aprel döyüşləri. Qarabağ Dirçəliş Fondunun yaradılması 2021-ci ilin yanvar ayı. Sonra baxırıq 27 sual. Heydər Əliyevin birinci prezidentliyi dövrü 93-98, İlham Əliyevin ikinci prezidentliyi dövrü 2000 deməli 8-dən başlayıb 2013. Azərbaycan Respublikasının qoşulmama hərəkatına tam hüquqlu üzv olması aiddir 2011, o düşür 2-yə, yəni İlham Əliyevin prezidentliyi dövrünə. Konstitusiyaya ilk dəfə düzəlişlərin edilməsi ilk dəfə deyirsə 2002-dir, heç birinə aid deyil. Bakı Novorossiysk neft kəmərinin istifadəyə verilməsi 1997-ci il Heydər Əliyevin birinci prezidentliyinə. Bakı Tbilisi Ərzurum qaz kəməri işə salınması 2007-ci il İlham Əliyevin birinci prezidentliyinə aiddir. Bakıda Böyük İpək Yolu Beynəlxalq Konfransı 98-ci il Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Deməli, Heydər Əliyevin birinci prezident dövrünə aid oldu. Baxaq bu Novorossiysk 97, İpək Yolu isə 98 bərpası Bakı, yəni bəyannaməsi. Cavabımız oldu 1 C Y. İlham Əliyevin ikinci prezidentlik dövrü. Qoşulmama 2011-dir. Düşür, deməli 2 aiddir A. İlk dəfə düzəliş düşmür. D variantı da düşmür, çünki elə 2A oldu təkcə. D variantı da 2007 birinci prezident dövrünə düşür. Deməli, uşaqlar, son situasiyanı da oxuyuram və bitiririk. Deyir, kraliça İngilis tacirlərinin maraqlarını hər tərəfli müdafiə edir. Moskva şirkətinin Şərqdə xüsusilə Səfəvilər dövləti ərazisində fəaliyyətinə dəstək verirdi. O, eyni zamanda İngilis dəniz quldurlarını və səyyahlarını da müdafiə edirdi. İngiltərənin əsas rəqibi olan dövlətin, bax, dövlətin adını verməyib, gəmilərinə kraliçanın əmri ilə də hücum olunur. Burada kraliça bilirsiniz kimdir uşaqlar? Kraliça
deməli aiddir 11-ci Ludovikə. 11-ci Ludovik. Deməli, bəli, 11-ci Ludoviki soruşur. Burada mənbəyə əsasən İngiltərənin əsas rəqibi olan dövləti müasir xəritədə müəyyən edin. Deməli, bu vaxtı, yəni 16-cı əsrin 80-ci illərində İngiltərənin əsas rəqibi İspaniyadır. Yəni İspaniya 4-dür. Bir bilirsiniz Fransadır, 3 İngiltərədir, yəni özünü verib. Yəqin ki, bu burada olmamalı idi. 2 Almaniyadır, 5 isə İtaliyadır. Mənbədə haqqında bəhs olunan kraliçanın iqtisadi siyasətinin əsas cəhətlərini müəyyən edərək yazın. 2 cəhət yazın. Uşaqlar, 11-ci Ludovikin 2 dənə məqsədi vardı. Birincisi proteksionist siyasəti idi. Yəni kənardan gətirilən malları qadağan edirdi, ölkə daxilində öz mallarını inkişaf etdirmək üçün. Bir də ixracatına ölkənin şərait yaradırdı. Yəni malların kənara daha çox daşınmasını istəyirdi. 30. Bəli, bunu dedik. 30. Mənbəyə əsasən İngiltərənin rəqibi olan dövlətlə mübarizəsinin nəticəsini müəyyən edin yazın. Deməli, dəniz ticarətində üstünlük İngiltərənin əlinə keçdi və həmçinin Avropanın ən güclü dövlətinə çevrildi İngiltərə. Bax, bu qədər uşaqlar. Bu da bizim situasiyamız. Baxıram çoxusu uşaqlarımızın deməli sona kimi dinləməyib. İndi izahını atacağam, onu dinləyərsiniz.